Hər vaxtınız xeyir olsun dəyərli izləyicilərimiz. Xoş gördük sizləri. Savandayıq. Savanda həm marşrut xəttinə yaxın, həm məktəbə yaxın. Demək olar ki, qapısına qədər asfalt, 6 sot torpaq sahəsinin üzərində 150 kvadrat. Bax, belə bir şəxsi tikili həyət evini çıxıbsa, inşallah həyəti təqdim edək sizlərə və sonra keçiriləcək evin içərisinin təqdimatına. Sənəd köhnə icranın sərəncamıdır və ilkin olaraq qiymət 110.000 manatdır. Reallıq olaraq sabit tərəfindən də indirim olunacaq. Evin sağ hissəsində rahatlıqla, yəni sağ hissəsindən keçid etmək olur və qabaq hissəsində bax, fikir verin, nəzərdə tutulub, yəni artırmaq, indi qalıb, yəni Allah hər kəsin malının mülkünə bərəkət versin. Sağ tərəf tutun, zəhmət olmasa fikir verin, sağ tərəfdə və həm də sol tərəfdə də var, işıqlandırma var, təqdim edəcək sizlərə. Gən zəhmət olmasa bura. Evin sol yanında da qaraj da eləmək olar, kim istəsə bisetka da düzəldə bilər. Evin bu hissəsini də izləyicilərimiz görsünlər. Onu da nəzərinizə çatdıraq ki, evdə nə varsa əşyalar qalacaq, yəni götürülməyəcək. Və gəlin qabağa giriş hissəsində təqdim edək. Sonra keçirik evin içərisini təqdimatına inşallah. Bu hissəni göstərik, giriş hissəsini göstərik izləyicilərimizə. Düzdür, həyətlərində biraz çoxdan yaşayış yoxdur. Və inşallah keçirək evin içərisinin təqdimatına. Və onu da nəzərinizə çatdıraq ki, yəni təkdaş deyək, qoşulası izləyicilərimiz əksər hallarda maraqlanırlar evlərlə bağlı. Biz çalışdığımız qədər sizlərə təqdim edək. Geniş bir zaldır. Fikir verin, uzun geniş bir zaldır. Otaqlar da yəni kiçikdir, normaldır. Bax, bu zal hissəsini sizlərə təqdim edək. Gördüyünüz kimi böyük bir zal var, səliqəli bir zalı var. Sonra 3 yataq otağından ibarət. Bir zal 3 yataq otağından ibarət. Yataq otaqları demək olar ki, elə normaldır. Və ikinci yataq otağımızı təqdim edək. Və onu nəzərinizə çatdırmışıq və qeyd etmişdik. Əşyalar hamısı qalır, yəni əşyalar götürülməyəcək. Böyle otaqlardır. Yəni, kiçik otaqlardır. Üçüncü yataq otağımızı təqdim edək. Və onu da qeyd edək ki, dəyərli izləyicilərimiz, hər otağın aboyu ayrı-ayrılıqdadır. Və mətbəxini göstərək sizlərə. Mətbəxi də genişdir. Həm genişdir, həm də ki, mətbəx mevzidir. Sizlərin təzə mətbəx mevzidir. Əşyaların əksəriyyəti demək olar ki, sanzerdə təqdim edək. Dəyərli izləyicilərimiz, sanzerin özü də elə belə deyək. Böyük bir sanzerdir. Vanasına qədər var. Və dəyərli izləyicilərimiz, qeyd etdiyimiz kimi Məştağa Savalan masivindədir. 6 sot torpaq sahəsinin üzərində inşa edilib, 150 kvadratdır. Bir zal, 3 yataq, bir mətbəx, bir sanzeldən ibarət sənəd icranın sərəncamıdır, kommunallarına qədər var və yaşayışdır. İlkin olaraq qiymət 110.000 manatdır. Reallıq olan ev sahibi tərəfindən də indirim olmazaq. Və səhifəmizi izlədiyiniz üçün Məştağa Əmlak Mülki Əməkdaşları rəhbərliyindən sizlərdən təşəkkürümüzü bildiririk.